ABCD üçbucağında AY və DK parçaları P nöqtəsində kəsişir. CY və YD bir-birinə bərabərdir. Tutaq ki, AA olsun. BK və KC də bir-birinə bərabərdir. B olsun. BC B-dirsə AD-də, daha doğrusu BC 2B isə AD də 2B olacaq. Bura 2A-dırsa eni 2A olacaq. Paralel tərəfləri paralel və bərabərdir. Bizdən bu AP-ni soruşur. P-yə də 2 cm verib. Burada nə edirəm uşaqlar? BC tərəfinin uzantısını çəkirəm, uzadıram. Bir də AY tərəfini uzadıram. Uzadıram, bunlar gəlir, tutaq ki, hər hansı bir Q nöqtəsində kəsişirlər. AP'ni silək. Q nöqtəsində kəsişirlər. İndi ABQ üçbucağını sizin üçün kənarda çəkirəm. ABQ üçbucağında, baxın bu üçbucaqda. Görürsünüz ki, CY tərəfi AB-yə paraleldir. Çünki düzbucaqlının tərəfləri paralel olur. Və paralel olduğu tərəfin yarısıdırsa, demək ki, bu CY orta xəttdir. Orta xəttsə BC 2B isə CQ da 2B-dir. Yəni, bura 2B yaza bilərəm. Bura x plus 2-dirsə A-dan Y-yə qədər. Demək ki, Y-dən Q-yə qədər də x plus 2-dir. Yəni, baxın, buradan bura qədər də x plus 2 yaza bilərəm. İndi APD və KPQ üçbucaqlarını çəkəcəm. Bu iki üçbucaqda, uşaqlar, bu üçbucaqdan bu üçbucaq oxşardır. Çünki alfa-alfa daxili çarpaz bucaqlarda bərabərdir və bu daxili çarpaz bucaqlarda bərabərdir. Yəni, üçbucağı bərabərdir. Bu üçbucaqlar oxşardısa, oturacağına nisbəti 3-ün 2-yədirsə, bunun da bu tərəfinin nisbəti 3-ün 2-yə olmalıdır. Bura niyə x plus 4 yazdım? Çünki bura 2-dir, burada x plus 2-dir. X plus 4, buraya x qalır amma. Yəni, x plus 4-ün x-a nisbəti 3b-nin 2b-yə nisbəti. B-lər gedəcək. 2x plus 8 bərabərdir 3x. Buradan da x bərabərdir 8 alınır. Yəni, AP 8-dir.